Bəs o düzdür ki, Düz olmağım. bu düz xəbərdir. Belə bir şey eşitmişdim ki, Oktay Kaynarca sənə evlilik təklif edib. Ay o elə olmamışdı. O bizim ikimizin də mətbuat katibi var idi, Aygün xanım. Onun yaxınıdır, çox yaxındılar Oktay bəylə. Onun həm də sağdışı olub Oktay bəy onun toyunda. O elə bil ki, mənə həmişə eşitdirirdi. Özü mənim xoşuma gəlmişdi Oktayın o kənarda qalmağı da ki, özü direkt o birislər məsələn Ortaya düşmür. Direkt deyirdilər üzmə. Amma bu belə dolayı yollarla da Aygün xanımın vasitəsilə hər dəfə deyirdi, o heç kimi paylaşmır, mənə eşitdirirdi, o belə eləmir, o gənc xanımla ailə qurmaq istəyir, o övlad istəyir. Mən də deyirəm ki, mən də hər dəfə eşitdirirdim ki, mən ona o gözlə baxmıram, o mənim nə bilim, abim yerindədir, babam yerindədir. Aktyor kimi bəyənirəm, amma heç vaxt ona başqa gözlə baxmamışam axı. Özü bir dəfə demişdi, getmişdim bir dəfə, bir məclis vardı Türkiyədə. Otel sahibinin elə bil övladları otelin sahibinə məni sürpriz eləmişdilər. Səhv eləmirəmsə Qazaxstanlıydılar, səhv eləmirəmsə Türkiyədə idi. Bir gördüm ki, Oktay Kaynarca da oradadır. Əyləşənlər sırasında. Mən də deyirəm, ay Allah, bu odur, ya mənim gözümə görünür, oxuyuram. İndi bilmirəm, nə edeyim, beynimdə fikirləşirəm ki, mən onunla gedim yaxınına. Burada da kişilər oturur, burada qadınlar. Ay Allah, deyirəm, mən ona yaxınlaşım, yaxınlaşmayayım, ayıb olar, olmaz. Beynimdəki o fikirlər, düşüncələr gedir. Dedim, ayıb olar da. Özü məndə də bir şey var, birini elədimsə gərək ona da eləyim. Adama deyərlər, bəsdir də, yorur məni o ki, ədalətli dəngəni qorumağa görə. Deyirəm, indi gedim ondan sonra dedim ki, yaxşı çıxmazlar kişilərin yanına getməklə. İndi çıxmışam, bir də görüm mənə yazıb. Çınarə, sən niyə mənədir salamlaşmadın? Sonra getdim, dedim ki, üzrlü sayında biraz... Özümdən savaşdım. Mən də qərara gəldim ki, yaxınlaşdım. Belə elədim, belə salamlaşdım, amma yanına getmədim. Özü gəldi, elə görüşdük. Nə bilim, arada belə utancaqlığım da olur.